لكن نتخيل أن الناس بيرضون عنا جميعا، لا. ارفع رأسك وقل أنا سلفي، ما في شيء. Yani bu ümmetin cinlerine ve insanlarına gönderilen sonuncu peygamberdi. Erselahullahu linnâsi cemiyan. Ve Peygamber sallallahu aleyhi ve sellemi Allah Teala bütün insanlara gönderip. Ve Allah Teala Kur'an-ı Kerim'de buyurur ki: "Kul ya eyyuhan nasu inni rasulullahi ileykum cemi'a." De ki ey insanlar, ben sizin hamınıza Allah tərəfindən gönderilmiş elçiyəm. Ve yine Allah Teala buyurur ki: "Ve ma arsalnake illa kaffeten linnasi beşiran ve nezira." Biz seni yani bütün insanlara korkudan ve müjde veren bir peygamber olarak gönderdik. Yani Peygamber sallallahu aleyhi ve sellemin adlarından Muhammed ve hemçinin Ahmed, El-Haşir, El-Mahi, El-Mukaffe ve Hatemel Enbiya, Nebiyyit Tevbe ve Nebiyyur Rahme, yani bu cür adlar sünnede varid olup. Hem Kur'an'da hem Çin'deki sünnede. Hâzihi kulluha esmâuhu aleyhissalâtu vesselam. Bunlar hamısı Peygamber sallallahu aleyhi ve sellemin adlarıdır. Lakin eşeruha ve aftaluha ve a'zamuha Muhammed. Lakin yani en üstünü, en faziletlisi ve en meşhur olanı Muhammed'di. Semmahu bihi ehluhu ve ca'e bihil Kur'an. Yani hem Kur'an-ı Kerim'de bu cür Muhammed adıyla gelip hem Çin'deki öz ehli onu, yani Mekke ehli, kohum akrabası onu Muhammed kimi tanıyırdı. Ve Allah Teala buyurur ki Muhammedun Resulullah. Muhammed Allah'ın elçisidir. Ve hemçinin Ahmed adı da Kur'an-ı Kerim'de gelip ve bu barədə İsa Peygamber öz ümmətini müjdeleyip ve Allah Teala Kur'an-ı Kerim'de buyurur ki ve mubeşşiran bi rasulin ye'ti min ba'di ismuhu Ahmed. İsa Peygamber dedi ki menden sonra gelen ve adı Ahmed olan peygamberle müjdelenmek için gelmişəm. Onu müjdelemek için gelmişəm. Ve dediğimiz kimi Peygamber sallallahu aleyhi ve sellemin atasının adı Abdullah idi ve babasının adı Abdülmuttalib idi. Abdülmuttalib aslında onun ləqəbi olub. Əsl adı Şeybə olub. Ve babasının, daha doğrusu babasının atasının adı da Həşim idi. Ve Həşim Qureyş qəbiləsinin en üstün şəxslərindən sayılırdılar. Necə ki Abdülmuttalib də belə idi. Və Həşimdəki Qureyşdən idi və Qureyşdəki en böyük qəbilələrdən sayılırdı. Və o ərəblərin en fəzilətliləri idi. Qureyşlilər ərəblərin en fəzilətliləri idi və Peyğəmbər sallallahu aleyhi və səlləm də onların içərisindən xüsusən seçilib çıxarılan bir kimsə idi. Və həzən nəbiyyül azim və huve Muhammedun sallallahu aleyhi ve sellem nubbi'e bil iqra. Feevvelu ma nezele aleyhi iqra bismi rabbikellezi halak. Bu əzəmətli Peyğəmbər Muhammed sallallahu aleyhi ve sellem Alaq suresinin ilk 5 ayəsi nazil olmaqla Peyğəmbər oldu. Və Allah Teala buyurdu ki səni yaradan Rəbbinin adı ilə oxu. Və sara biha nebiyyen və qad ətəhu Cibril. Yani bu ayələr nazil olmaqla Peygamber sallallahu aleyhi ve selleme peygamberlik verildi. Ve Cebrail aleyhisselam onun yanına geldi. Mağaradayken ve ona bu sureni okutturdu. Ve bir müddet sonra, kısa bir müddet geçenden sonra Muddessir suresi nazil oldu. Ya eyyuhel muddessir, ey örtüğüne bürünmüş, kum fe enzir. Kalk ve insanları çekindir. Ve bundan da ki artık elçi oldu, Rasul oldu.